Recording progress. Bunun hamısını yoxlamışdıq, yoxsa necə? Yüzde kimi yoxlamışdıq, yüzden sonrasını yoxlamamışdıq. 100-dən sonrasını yoxlamamışdıq. Ha, onda yoxlayaq. Yaxşı, 119. Algoritmin blok sxeminə əsasən S dəyişəninin 128 qiyməti çıxışa verilmişdir. Buna əsasən M dəyişəninin daxil edilə biləcək ən böyük natural qiymətini tapın. S dəyişəni 128 olaraq çıxışa verilir. S-in ilkin qiyməti 1-dir. Burada hesablama zamanı S bərabərdir. S vurulsun 2. Yəni 1 vurulsun 2. Ondan sonra nə aldın? Vurulsun 2, vurulsun 2, vurulsun 2. Yəni 2-nin qüvvətləridir sözünə. Başlanğıc olaraq 1-dən başlayır. Ondan sonra 2-nin qüvvətlərini hesablayır. Və nəhayət gəlir çıxır nəyə? 128-də. Yəni belə deyək də 2 üstü neçə? 128-dir. 2 üstü 7. 7 dəfə dövr eləyib ki, 7 dəfə dövr eləyib ki, 1-dən, başlanğıc olaraq 1-dən gəlib çıxıb 128-ə. Yəni 2 üstü 7-ni hesablayıb bir sözünə. Bu 7 dəfə dövr eləyib, dövrlərin sayını tapır. Və deyir ki, N dəyişəninin daxil edilə biləcək ən böyük natural qiymətini tapın. İndi, N 100-dən kiçik olduğu müddətdə bu dövr eləyib. Dövr nə zaman dayanacaq? N 100-dən böyük bərabər olanda. N 100-dən böyük bərabər olanda bu dövr eləyəcək və eyni zamanda N neçəymişsə, burada daxil ediləndə bilmirik neçədir. Neçəymişsə, 7 dəfə N-in üzərinə 7 gələcək. Yəni N-i 7 dəfə 7 vahid artıracaq. Onda belə deyərik. Deyərik ki, N üstə gələk 7. Yəni bu N-i 7 dəfə artırmağa 7 dəfə 7 vahid artırmağı o deməkdir ki, yəni 49 vahid artırır. 7 dəfə 7 vahid 49 vahiddir nəticədə. Elə bunu birbaşa belə deyək. N plus 49 N plus 49 böyükdür, bərabərdir 100 deyərik. Böyükdür, bərabərdir 100 deyərik. Bunu düzəldim. Aha. Artıq 100-ə bərabər və 100-dən böyük olanda yoxa doğru gedəcək. Yəni, dövr eləməyəcək. Buradan da nə deyərik? N böyükdür, bərabərdir 51. İndi, bu N-ə bizim daxil edə biləcəyimiz ən kiçik qiymətdir burada. Ən kiçik qiymət burada nədir? 51-dir. 51-dən yuxarı da ədəd daxil edə bilərik. Bu şərtin ödənməsi üçün. Yəni, təkdə 51 yox, eyni zamanda 52, 53, 54 bunlar da ola bilər. Amma ən böyüyü nə ola bilər? Ən böyüyü bu dövrdən, bax, məsələn, tutaq ki,
n plus 7 7 dəfə dövr üçündür. Bir də üzərinə 7 gəlsək, bu 8-ci dövrə keçəcək. Yəni 51-dən 8, 7 vaxtı yuxarıda artıq 8-ci dövr deməkdir. Bax, 51 plus 7, bax, buradakı bu 7 var, ha, bu 8-ci dövr deməkdir. Biz bu 8-ci dövrün alınmaması, 8-ci dövrün alınmaması və eyni zamanda ən böyüyü buradan götürə bilməyimiz üçün eyni daxil edə biləcəyimiz 51 plus 6 deyərik. 51 plus 6 da artıq 8-ci dövrə keçməyəcək. Elə yenə 7-ci dövrdə də qalmış olacaq. Ona görə də burada ən böyük nə deyə bilərik? 51 plus 6. Yəni biz enə 51 plus 6, ən böyük 51 plus 6 daxil edə bilərik. 51 plus 7 olsa artıq keçəcək 8-ci dövrdə. Bu şəkildə. Biz onun içə də baxardıq. 113. Demək, n dəyişəninin 243 qiyməti çap olunub. Aha, bax, burada 243 qiyməti çap olunub. Buna əsasən A dəyişəninin daxil edilə biləcək ən böyük nöqtə qiymətini müəyyən edin. Aha, A. A-nın daxil edilə biləcək ən böyük nöqtə qiymətini müəyyən eləməyin üçün yenə eyni qaydada biz dövrünün sayını tapmalıyıq. Biz bilməliyik ki, burada dövrün gövdəsi neçəyə bərabərdir. Baxaq, n243 nə zaman olur? N'in ilkin qiyməti 1-dir. Dövrdə hesablama zamanı n bərabərdir. 3 vurulsun n deməkdir. Və eyni gedişdir. Bax, burada da məsələn n'in ilkin qiyməti 1-dir. 1-i 3'ü vurub 1'ə, bir də vurub 3'ə, bir də vurub 3'ə, dəfələrlə vurub 3'ə, nəticədə 243 alır. Bu deməkdir ki, 3 üstündə x bərabərdir 243. Yəni, burada nəticədə bir başlanğıcda n üçün hər dəfə 3'ə vurub. Hər dəfə 3'ə vurma 3 üstü deməkdir də, yəni. 3 üstü deməkdirsə, 3 üstü x-imiz bizim 243'dür. Nəticədə gəl çıxıb 243'ə. Bu bizə nə verir? Bu bizə verər 5 mi? 5, 4, 81, 5 verər, bəli. 5. Yəni, dövrlərin sayı 5'dir. Aha. İndi, burada n deyək ki, 5 dəfə hesablanıbsa, eyni ilə A da 5 dəfə hesablanıbsa, yəni A nə daxil edilibsə, daxil ediləndən sonra 5 dəfə 3 vahid çıxılıb adam. Nəticədə 15 vahid çıxılıb. 5 dəfə dövr edib və hər dövrdə 3 vahid çıxılıb. O demək ki, A-dan 15 vahid çıxılıb. A-dan 15 vahid nə zaman çıxılıb? Şərt ödənəndə, A S-dən kiçik olanda, artıq A S-dən böyük bərabər olanda dövr dayanacaq. Yəni, bu da o deməkdir ki, bu da nə deməkdir? A nə daxil edilmişdirsə başda, bunu bilmirik. Bundan 15 vahid çıxılıb, A çıxılıb 15, 5 dəfə 3 vahid çıxıb da. Böyük bərabər olub nədən? S-dən. Böyük bərabər olub S-dən. S də 1'dir. İndi, S də 1'dir. Hər dəfə də S 2 dəfə artıb.
S də n ilə birlikdə 1 daxil edilib, dövr yerinə yetirilərkən S də 2 dəfə artıb. Yəni 5 dəfə dövr varsa, bu da nə deməkdir? 2 üstü 5 deməkdir. Necə ki 3 üstündə 5 243 idi. Burada da eyni ilə. Hər dəfə 2 dəfə artıbsa, hər dövrdə 2 dəfə artıbsa, biz burada 2 üstü 5'i hesablamalıyıq. Yəni nə? 32. Yəni nəticə etibarilə S-də nə olub? İndi bax, bir dənə məsələ var. S 1 olub, hər dəfə hesablananda 2 dəfə artıb. Bu zaman olub nə? 32. A çıxılsın 15. Ona da dedik nə? Böyük bərabərdir. 32. A böyük bərabərdir nədən? 47'dən. Baxaq görək. Adasa problemimiz olmadı bizim. Demək, S-də 1. E, 47'dən çıxsaq biz 15'in. 47'dən 15'in çıxsaq 32. 2 üstü 5, 32. Budur. A böyükü bərabərdir 47'dən. A dəyişəninin daxil edə biləcək ən böyük natural qiyməti. İndi Filiz, burada bizim daxil edə biləcəyimiz, A üçün daxil edə biləcəyimiz ən böyük qiymət nə ola bilər? 47'den böyle olmalıdır. 47 olar. 48. 48 olar. Mikail. Biz burada deməli, bunu kiçikdir götürməli deyildi. Kiçikdə 47 olmalı deyildi. Kilometreden olmaz. 47'den böyük olanda test çıxır axı doğrudur. Burada şərtlərin yeri fərqli, düzdür. Burada yoxdan gəlir. Kiçikdir. Düzdür. Yəni bu olduqda artıq burada biraz tərs prosesdir. 243 enə gedir. Burada. Bunu belə deyək. Düzdür. Aha. Yəni bu vəziyyətdə artıq Aha. Çünki nə deyir? Nə qədər ki A S-dən kiçikdir, A S-dən kiçik olsa, yəni olsa, bu gedəcək çapa. Biz burada bunun hesablanması üçün yoxu götürməliyik. Yoxu götürəndə də nə olur? A kiçikdir. İndi burada daxil edə biləcək ən böyük natural. A üçün ən böyük natural nə götürə bilərik? Qırx. 46'dan 15'in çıxsan sənə verər 31. A olacaq 31. S olacaq nə? 32. 32 31'dən böyükdür. Artıq 243 sapa gedəcək.
Biz bax burada yoxla hənin yeri fərqli olsaydı, yəni bax deyək ki, burada yox, burada yox, burada hə olsaydı, bu zaman böyük bir bərabərdir götürəcəkdik də, yəni həmişə o şəkildə olmur. Baxır hesablama, yəni dövrün gövdəsi hardadır? Niyə biz bu vəziyyətdə kiçikdir götürdük? Çünki burada yox vəziyyətində hesablama yerinə yetirilir. Məsələn, bunu deyək ki, yoxlasaq, A kiçikdir 47, A kiçikdir 47-nin 47-də A-nın ən böyük qiyməti nə olacaq? 46. A 46 olsa, 46-dan sən 5 dəfə 3 vahid çıxırsan. Yəni nəticədə 15 çıxırsan da. Bu sənə verir nə? 31. S-i də 5 dəfə 2 dəfə 5 dövr 2 dəfə artırırsan. Yəni 2 üstü 5-i hesablayırsan da olur 32. Nəticədə 31 32-dən kiçikdir. Olacaq hə. Yəni şərt ödənəcək və gələcək burada n çapa gedəcək. Yox, əgər burada hə ilə yoxun yeri fərqli olsaydı, o zaman artıq bayaq getdiyimiz gedişi gedəcək. Yəni bununla bayaqki sualda fərq ondadır. Başqa səhv yoxdur məndə. Yaxşı, onda o ətraflı yaz cavabı tələb olunan tapşırıqlar. Burada 151. girişə verilən iki natural ədədin qarşılıqlı sadə olub-olmadığını. Qarşılıqlı sadə olub-olmadığını. Misal bunu, əslində bunu bir neçə yolla eləmək olar. Belə ən məşhur olanı budur. Bunları sən əbobunu taparsan. Bunların əbobunu taparsan. Əgər tapılan əbob 1-ə bərabərdirsə, bunlar qarşılıqlı sadədir. 1-ə bərabər deyilsə, bunlar qarşılıqlı sadə deyil. Yəni, hansı ədədlər qarşılıqlı sadə olar? Yalnız 1-ə bölünən ədədlər. Məsələn, necə? Ortaq vurulu olmayanlar. Aha, yəni ortaq böləni yoxdursa, ortaq bölənləri bunların 1-dirsə, vahiddirsə, ona demək qarşılıqlı sadədirlər. Bunu yazaq elə bu şəkildə. Demək, 2 dənə ədəd daxil edərsən. İki ədədi daxil edərdin. Bu ədəd
Daxil eləyəndən sonra bunlar bir-birinə bərabərdirmi? Belə deyərsən. Bərabərdirsə, yəni bunların əbubu bizə elə hər hansısa birim verir, bərabərdirsə. Deyilsə, bu AB yazdım mən bura. Bunlar da AB eləyir. AB olmuş. AB yazmalıymışam. Eybi yox. Yəni deyilsə, bir-birinə bərabər deyilsə nə deyildik? A böyükmü birdən? Belə bir şərt qoyarıq. Deyək ki, böyüksə, A bərabərdir A çıxılsın B. Bərabər deyil, A B-dən böyük deyil. Bu zaman demək nədir? B A-dan böyükdür. Deyərik B bərabərdir, B çıxılsın A. Onu da dedik. Bu nə zaman davam edəcək? AB bir-birinə bərabər olana qədər. İndi bir dənə məsələ var burada. AB bir-birinə nə zaman bərabər olar? Yəni əgər sadədirsə bunlar 1 olanda bir-birinə bərabər olar da, qarşılıqlı sadədirsə. Ondan sonra nəticədə bunları ikisini də birləşdirək. Gətirək bura. Bu şəkildə davam edəcək. AB-yə bərabərdirsə, bu halında belə eləyək. Bunu deyək ki, hər hansısa biri 1-ə bərabərdirsə, bərabər oldularsa biri 1-dirsə, demək digəri də 1-dir da. Hə deyək buna. Bunu buradan yazaq. Yəni, dırnaq içərisində qarşılıqlı sadədir, belə olsun da. Yəni, necə istəyirsiniz, o şəkildə yaza bilərsiniz. Elə bir, yəni, şey yoxdur. Qadağası yoxdur. Əsas qurulmasıdır da, yəni. Əsas məntiqidir, belə deyək. Nə istəyirsiniz, yaza bilərsiniz. Hansı formada istəyirsiniz, o şəkildə qura bilərsiniz. Əsas orada işləsin. Əgər A 1-ə bərabər deyilsə və yaxud da B 1-ə bərabər deyilsə, demək, bunlar qarşılıqlı sadə deyil. Bu şəkildə deyərik və qarşılıqlı sadə deyil. Bunu da belə deyərik. Aha, bax bu şəkildə. Sonra Mən də deyim. bilirsən də. Məndə yazılmadıqlarım var idi, amma yəni cavablarına baxanda başa düşdüm necə olacağını. Ona görə sual verirəm. Başa düşdüm. Bu 159-u necə eləyərik biz?
Deyək ki, verilmiş x və n natural ədədi üçün p bərabərdir x plus x kvadrat bölünsün 2 faktorial. Yəni hər birinin üstü bölünsün, yəni üstün dərəcəsinin faktorial kimi, yəni cəmini hesablayın. Burada deməli cəmini soruşur. Cəmini bir dənə s ilə işarə eləsək, s bərabərdir. Başlanğıc yazarıq bir dənə. Sonra x və n-i biz necə? Bu vəziyyətdə cəmi p verir. P deyək. Hə, olar. P bərabərdir 0. X və n daxil edirik. P bərabərdir 0. Burada deməli biz faktorial da hesablamalıyıq. Yəni faktorial hasil olduğu üçün ona 1 daxil edirik. Faktorial bərabərdir. Və hər bir x-i yəni bir-birinə vururuq. Bunda 2 ilə işarə eləyə bilərik. 2 bərabərdir 1, bu da vurma olduğu üçün. Yəni x-i neçəyə vururuqsa. Onda faktorial da, yəni bir-birinə vurduğumuz üçün ona da bir dənə i desək, i-ni də bir ilə işarə eləyərik. İ'ni burada kaça sayğac rol oynasın burada i? Tamam, i bərabərdir 1 olsun ama sayğac rol oynasın. Amma faktoriala da vuracaq da, bəli, öz yerində. Hər dəfə i artıq faktoriala vurulmalıdır. 2 faktorial, 3 faktorial. Burada 1 faktorial var. 2, 3, 4 belə n-ə qədər gedir. Ona görə biz burada i-ni sayğac kimi qoya bilərik. Əgər i n-dən kiçik bərabərdirsə, onda yəni şərt qoyulur. Bəli, i n-dən kiçik bərabərdirsə. Faktorial hesabladığı üçün f bərabərdir. Bir hə qoyuruq, bir yox qoyuruq. Əgər deməli, i n-dən kiçik bərabərdirsə, faktorial bərabərdir, f vurulsun i, yəni f bərabərdir, f vurulsun i-ni hesablasın. Hesablasın. F bərabərdir, f vurulsun i-ni hesablasın. Və biz 2-nü demişdik x-ə. Onda 2 də bərabərdir, 2 vurulsun x-ə hesablaya da bilər. Yəni hesablayacaq. Burada 2 bərabərdir, x-i niyə hesablayacaqsınız? Yəni x-i hər dəfə x-in üstü dərəcə olduğu üçün x-i hər dəfə yeni bir x-ə vurmalıdır da. Yəni 2 olan hasil. Və burada sonra nə var? Sonra i var. i də artmalıdır və sayğac rolunu oynadığı üçün 1 var artmalıdır. i bərabərdir i plus 1. Sonunda da cəmini hesablanmalıdır. Cəmdə p ilə işarə eləmişdik. 0 idi. Onda p bərabərdir və faktorial olduğu üçün, yəni birinci x kvadratı 2 ilə işarə elədiyimiz üçün p bərabərdir p plus 2 bölünsün f, yəni faktorial. Yəni bu burada, sonra bu dövr eləyir. Yəni hər dəfə i artdıqca gedir faktorial hesablayır. Yəni i n-dən kiçik olanda, i n-dən böyük olanda gəlir p-ni, yəni cəmi çıxışa verir. Bəli, burada demək bizim mütləq bir faktorialımız olmalıdır. Bunu 1 ilə işarə elədik. i sayğac rolunu oynayır. Eyni zamanda i həm sayğac rolunu oynayır, həm də faktorialı artırmaqdan yanadır. Yəni birinci halda biz bir faktorialı bu vəziyyətdə hesablayırsa 2 faktorialı hesablamağımız üçün və avtomatik artma da burada i-də olduğuna görə f-i i-yə ona görə vururuq.
Bu da məlumdur. 2 bərabərdir 2 vurulsun x. Burada x-in x üstüləri artırmaq üçün bəli, burada 2 bərabərdir 2 vurulsun x-dən istifadə edə bilərik. Hansı ki 2 ilkin vəziyyətdə 1-dir. X-i də daxil eləmişik. Yəni 1 vurulsun x ilkin vəziyyətdə olacaq 2x. İkinci halda artıq olacaq nə? İkinci halda artıq olacaq x vurulsun yenə 2x. Çünki 2-nin qiyməti x olmuşdu da. X kvadratı, növbətində x kvadratı vurulsun x kubu bu şəkildə davam edib gedəcək. Bunu indi vaxtımıza az qalır. Qısa şəkildə necə eləyərik bunları? Sadəcə olaraq hocam çatsa deyim də, nə çatır onu deyin. Yenə daxil elədik, başlanğıc var. X-lə n-i dərhal daxil elədim. X-lə n-i daxil eləyəndən sonra P bərabərdir 0, bu sənin cəmindir. Bunu dedin. Ondan sonra nə deyirsən? Deyirsən ki, bir də i-ni daxil edirsən. Bu sayğacındır sənin. i bərabərdir 1 deyərsən buna. Deyirsən ki, nə qədər ki, i kiçikdir bərabərdir n-dən. Nə qədər ki, i kiçikdir bərabərdir n-dən. Kiçikdir bərabərdir n. Hesablasın nəyi? Bax, bu ifadəni hesablasın. Hesablasın ki, x üstü i bölünsün i faktorial. Vəssalam, bu qədər. Əks halda da p-ni çıxışa versin. Tənəffüs eləyən bu ətraflı sizə deyəcəm, çox qısa yoldur. Bütün hamısını da tətbiq edə bilərsiniz. Tənəffüs eləyən davam edəcəyik.